Bu xanım bu dəqiqə reytinqləri qıran, ay burada işıq düşsün göstərim sizə. Reytinqləri qıran Uzaq Şəhər filmi gedir də. Ay bu niyə belə oldu? D kanalından. Aha, gördünüz də D kanalından. Bu xanım da orada Mina rolunu oynayır. Mən də gördüm bu video görüntülərini. Xanım belə müraciəti oldu da insanlara ki, roluma görə mənə təzyiqlər göstərməyin, məni söyməyin. Söyənlərin 60-70% Azərbaycanlılardır. Əzizlərim, bizi söyürsünüz, bizim sənətçiləri söyürsünüz, bizim ünlüləri söyürsünüz, bəsdirin də. Gedib siz, heç görün, bu qadının o tuflisi var, onu da silə bilməsiniz. Sizin buna gücünüz də çatmaz. Xalqı belə bu cür tanınmış siz simaları, aktrisaları niyə söyürsünüz? Bəli, Uzaq Şəhər serialında Mina obrazını canlandıran Minə Qılıç roluna görə daim təhqirlərə məruz qaldığını açıqlayıb. Bəli. Qafqaz Info bununla bağlı məlumat yayıb. Belə ki, dünən axşam yayımlanan bölümdən sonra sosial mediada tənqid atəşinə tutulan, dünən deyəndə ki, birinci gün yayımlandı da, saat 10 tamamda hamımız baxdıq. Minə Qılıç açıqlama verməli olduğunu bildirib. Sizin adınıza utanıram. 10 yaşlı qardaşım oğluna da qəribə fotolar, mesajlar göndərirsiniz. Əgər bura aləmdə daxil edilirsə, səssiz qala bilmərəm. Hüquqi tədbirlərə başlanılacaq. Bəli, o deyib ki, mən artıq insanların adını, soyadını, səhifələrini götürmüşəm. Mən də eşitdim, açıqlama etdi. Hörmətli Azərbaycanlılar, Azərbaycanlı izləyiciləri, Azərbaycan vətəndaşları, mən gördüm ki, sizlərdən də, bizdən, yəni bizim Azərbaycanlılardan da çox bu qadına yazanlar var. Lazım deyil. Bu sizin için Röya deyil, bu sizin için Aygün Kazımova deyil, bu sizin için Cavanşir Məmmədova deyil, bu sizin için Brilliant Dadaşova deyil. Etməyin bunu. Bu insanları təhqir edirsiniz. Gidib artıq Türkiyəyə çıxmışsınız.